Əbu Hüreyrədən rəvayət olunan hədisdə, yəni deyir ki, Əbu Hüreyrədən rəvayət edir, ilk 50 hədis ondandır. Buyurur ki, Allah Rəsulü belə dedi. Cəhənnəm şəhvətlərlə əhatə olunmuşdur, örtülmüşdür. Cənnət də nəfsə xoş gəlməyən şeylərlə əhatə olunub örtülmüşdür. Nə deməkdir? Bu hədisin digər ləfsində gəlir. Hədis səhv etmirəmsə İmam Əhməddə də gəlir və səhv etmirəmsə Abu Davudda da var. Hədisdə gəlir ki, Allah-u Teala cənnəti yaradanda Cəbrail deyir ki, ey Cəbrail, get cənnətə nəzər yetir, cənnətə bax. Yaratdığım o cənnətə bax. Cəbrail əleyhissalam gəlib cənnətə baxır, qayıdıb gəlir ki, ey Allah, izzətinə and olsun ki, yəni bu cənnət haqqında işlə hamısı bura girəcək. Sonra Allah Teala ətrafını nəfsə ağır gələn şeylərlə bəzəyir, xoş gəlməyən şeylərlə. Etmək ağırdır. Deyir, get bir daha da bax. Və Cəbrail əleyhissalam gəlib bir daha baxır. Qayıdıb gəlir ki, ya Rabbim izzətinə and olsun ki, yəni bura qorxuram heç kim daxil olmasın. Sonra Allah Teala cəhənnəmi yaradır ki, ey Cəbrail get cəhənnəmə bax. Gəlir cəhənnəmə baxır, qayıdır ki, ya Rabbim izzətinə and olsun ki, yəni cəhənnəm haqqında eşidən heç kəs bura daxil olmayacaq. Kim istəyər ora daxil olsun? Sonra Allah-u Teala ətrafını şəhvətlərlə bəzəyir, nəfsə xoş gələn, şəhvani şeylərlə, dünya, zinətləri, şəhvətlər və s. Haramlar, günahlar. Cəbrail əleyhissalam baxır, qayıdıb gəlir ki, ya Rabbim, izzətinə and olsun ki, qorxuram ki, insanlar bura düşsünlər. Yəni, bu hədisin bundan qabaq ki, Buxarıda, Müslim ikincisi izahı budur. Yəni, Allah Teala cənnəti yaradır və ətrafın nə ilə örtür? Nəfsə ağır gələn şeydir. Məsələn, nədir? İbadətlər. İtaətdə səbirli olmaq nəfsə biraz ağırdır. Hər adam itaətdə səbirli ola bilmir. Namazları vaxtına qılmaq, namazları həmişə öndə tutmaq və digər ibadətlər olsun, həcc etməsidir, ümrə etməsi, zəkatını verməsi, sədəqə verməsi, malından nəsə çıxartmasıdır, Allah yolunda cihad etməsidir, məsələn. Düzdürmü? Digər salih əməllər, gecə namazı qılmaq, düzdürmü? Gündüzlər oruç tutmaq, elm məsələsində iştirak eləmək, səbr eləmək, axıra kimi gözləmək, dərs bitənə qədər. Hamısı nəfsə ağırdır, gedib qaçmaz deyir ki, bir dəyən qutarsa gedərdim. Yaman çox uzatdı. Və ya durur, çıxır gedir. Nə sağ ol, nə kalam, nə salam, heç nə, çıxdı, getdi. Elə bir belə də gidib çıxmalıdır. Yəni, görsən nə qədər ağır şeylər var. Qışda dəstəmaz almaq kamil şəkildə. Deyirsən, soyuqdur, bir dəfə görsən bəs edir əzaları. Görürüm, hər adam 3 dəfə görmür, məsələn, ağır gəlir, düzdürmü? Qüsul almaq bəzən, görürsən, bəzi adamlar var, deyir, soyuq su soyuqdur, qışdır, xəstələnirəm, gedib təyyim alır. Halbuki o ehtimal azdır da xəstələnməyi. Get qüsul al da. Qızdır qüsul al, yaxşı, o da bacarmırsa. Ərinir, məsələn, belə deyək də. Və müəyyən buradan da ayıbda olmasın, bəzi bacılar suallar verirlər, belə tez-tez gəlib çatır da belə qadına tərəfindən. Görürsən, misal üçün, qüsul almalıdır ki, mən onları təyyim alım. Yəni, qorxuram, xəstələnəm, saçımı açmayayım və s. və ilaxır. Yox, əgər qüsulun varsa boynunda, sən qüsul almalısan, sənin təyyimim keçərli deyil. Elə deyil ki, yəni sən elə saçım çox deyə mən qüsul almayacam, təyyimimlə kifayət edəcəm, elə bir şey yoxdur. Və s. və ilaxır, nə qədər salih əməllər var ki, bəzən ağır gəlir nəfsimizə, elə bilmirik. Ona görə Cəbrail əleyhissalam baxır, gəlir, deyir, qorxuram ki, bura heç kim düşməsin. Yəni, bunu etmək ağırdır nəfsə və ya günahlara səbirli olmaq. Səbrin növləri var da, növləri var. İtaətdə səbirli olmaq, günahlara qarşı, asiyə qarşı səbirli olmaq və qəza qədərə iman gətirmək. Ona da səbirli olmaq, xeyrinə, şərinə və s. Yəni, bunlar hamısı deyirsən, cənnət ətrafında bəzənib, hər adam bunu səbir edə bilmir, bunları edə bilmir. Ona görə deyir ki, qorxuram düşsünlər, nə qədər günahlar, asiliklər var və s. İtaət, asilikdə səbir edə bilmir, günah, eləməyim, gedir yolunu azır. Cəhənnəm də həmçinin ətrafı bəzədilib, nə ilə şəhvətlərlə, dünya, naz nemətləri, bərbəzəyi, günahlar, qadınlar, dünya malı və s. nə qədər haramlar var ki, nəfsə xoşdur, eləmək istəyir. Deyir, qorxuram ki, hamı bura düşsün. Çünki insan belədir də, innəl insənə ləfi xusur. Allah Teala Əsr surəsində nə deyir? Vəl asr, əsr çağına and olsun ki, innəl insənə ləfi xusur, insan xusrandadır. Amma hamı yox. İlləl-ləzīnə əmənu və amilus-salihati və təvasav bil-haqqi və təvasav bis-sabri. Yalnız kimlərdən başqa? Hamısı yox. İman gətirib, salih əməl edib, İlləl-ləzīnə əmənu və amilus-salihati və təvasav bil-haqqi və təvasav bis-sabr. Haqqı tövsiyə edənlərdən və səbri tövsiyə edənlərdən başqa. Hamı xusrandadır. Bu 4 sinif insanlardan başqa. Elədir, görürsən, ətrafı belə bəzədilib. Cəhənnəmin ətrafı, şəhvətlərlə və s. Qorxuram ki, bir hamı bura düşsün.
Ona görə aqil insan dediyimiz kimi həmişə dəstədə deyirik. Yəni salih əməllərə yönəlib günahlardan çəkinmək lazımdır.